evlərinə gəlirlər. Valla, mən şahidiyəm bu şeyin. Dürüst adamın da indi elə bir zamanında yaşayırıq ki, bəxti olmur, taleyi olmur. Ümumiyyətlə Azərbaycan qadını həm zəhmətkeşdir, həm bacarıqlıdır, həm də ailə sevəndir. Mən hələ bu günə qədər bir qadın tanımadım ki, desin ki, mən ailəmdə xoşbəxtəm, amma mən xoşbəxtliğimdən ayrılıram. Heç bir qadın yaxşı günündən ayrılmaz. Yoldaşlarını atan kişilər daha çoxdur. Evladının üzünü görməyən o qədər belə atalar var ki. Amma elə də qadınlar var ki, boşanan zaman, ayrılan zaman övladını atasına göstərmir. Mən onu deyə bilmərəm, çünki mən hələ eləsini görməmişəm. Yəni ətrafımda da, məncə də ata ümumiyyətlə övladını görməlidir. Həyat yoldaşından ayrılsan da, yəni sənin övladına zaman, bəzən deyirlər ki, mən onun aylıq pulunu göndərirəm, uşağın alimentini göndərirəm. O uşağa aliment tamam öz yerində, o lazım uşağın dolanması üçün uşağa xərclənilirdi o pul, amma ondan da əlavə uşağa ata sevgisi lazımdır, valideyn sevgisi lazımdır. O olmayanda uşaq travmalı böyüyür, başa düşürsünüz? Travmalı böyüyür uşaqlar. Mən bilirəm ki, Rahidə Baxışova necə anadır, övladlarına necə yanaşır, xüsusi diqqət göstərir, hər anında övladlarını düşünür. Bəli. Maraqlıdır, atasıyla münasibətlər necədir uşaqların? Yaxşıdır, yaxşıdır. Yəni hər zaman bu balansı qorumağa çalışır Rahidə Baxışova. Bəli, yaxşıdır. Allah canını sağ eləsin, Allah hamımızın balasını xoşbəxt eləsin, mənim də balalarım o xoşbəxtliyin içində. Ayrılsa da həyat yoldaşının dostu kimi qalıb. Bəli, mən övladıma görə belə də zəng eləyib danışa bilərik, uşağımıza görə. Halal olsun. Demək ki, Rahidə Baxışova mən düzgün fikirləşirəm. Mən həmişə övladlarıma da deyirəm ki, sən atandır. Mənlə onun arasında olan bu ayrılıq, onun sənə heç bir aidiyyəti yoxdur. O sənin atandır, atava hörmət eləyəcəksən, atavı sevəcəksən. Həmişə deyirəm, hər zaman deyirəm. Bəzən hansısa məqamlar olur ki, bayramlarda məsələn soruşuram, təbrik eləmisən atanı, zəng eləmisən, təbrik göndərmisən. Çünki mən istəyirəm ki, ata ilə bala arası çox yaxşı olsun, mehriban olsun. Ümumiyyətlə, mən sülh tərəfdarıyam Yalçın. İstəyirəm insanlar hamısı bir-birinə mehriban olsun. Sülh vasitəsində gələcək barışıq da mümkündür. Yox, ümumiyyətlə barışıq. Mən zaten küslü, heç kəsdən küslü deyiləm. Mən heç ailə kimdən olaraq küslü. tam olaraq. Yox, mən belə xoşbəxtəm. Mənim 2 balam var. Mənim 2 balam var. Onları böyüdürəm, işləyirəm. Mən belə xoşbəxtəm. Mən artıq o sevgi oyunlarında yoxam. Yaxşı? Mən belə xoşbəxtəm.